Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin mərkəzində Dəmir yol poliklinikasının yaxınlığında, yəni Ağsaraydan 5-600 metr məsafədə qapısından demək olar ki 15 metrindən marşrutlar keçən, yəni 202 marşrut gedir Azadlıq metrosu, Gənclik metrosu, Nərimanov, 92 gedir Avtovağzal, Şamaxenka, 20 yanvar metro Əcəmiyə gedən marşrutlar, 2 marşrut keçən, 5 mərtəbəli binanın 6 aşağı hissəsi padvallı, yəni padvalı da, zirzəmisi də buna aid olan, quru olan birinci mərtəbədə yerləşən 2 otaq, 3 otağa düzəlmiş full təmir, yəni özünə şəxsi təmir olunmuş, ən bahalı materiallardan istifadə olunmuş, əşyalı, yəni əşyalar da bahalı əşyalardır, sizə təqdim edəcəyim hamısını. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz, mənzili daha doğrusu. Bura mənzilin giriş qapısıdır. Giriş qapısı haradasa bahalı qapı qoyulub bura. Haradasa 1000 manata qiyməti olan bir qapıdır. Dəhlizdir bu hissə. Döşəmə hissəsi laminatdır, yəni bahalı laminatdır. Ən bahalı laminatlardandır. Ev yəsi bir daha deyəkəm, özü üçün təmir edilib. Dəhlizə daxil oluruq giriş qapısında və dönürük sol tərəfdə. Əvvəl mətbəx olub, hal-hazırda otaq kimi buranı istifadə etmək olur. Buyurun, baxın. Mətbəxi də keçirdib eyvana. Mərkəzi stili sistemi, pəncərələr hamısı plastik dəyişilib. Yəni bir sözlə evə təxminən 25.000 manat təmirə pul gedib. Ev full təmirlədir, yəni Euro remont təmirlədir, bahalı ağ qapılardır. Dəhlizdən daxil oluruq sanitar qovşağa. Gördüyünüz kimi sanitar qovşağı da Euro remont təmirləndir. Moyladır, moykası və duş kabinası da var. Mərkəzi istili sistemidir. İstiliyi. Daxil oluruq buradan qonaq otağına. Gördüyünüz kimi qonaq otağı da super təmirləndir. Nə görürsünüz evdə? Hamısı qalacaq. Bütün əşyalar hamısı təzədir. Bahalı əşyalardır. Gördüyünüz kimi televizorda, televizor aşağı hissəsi stenddə qalır. Bahalı burada divan, türk divanıdır, yəni üstü çıxollanıb, yəni istifadə olunmayıb. Qonaq otağından buradan keçirik mətbəxə. Mətbəxdə də gördüyünüz kimi bütün şkaflar hamısı qalır. Bahalı peç quraşdırılıb, qabyan, buyurun baxın, qabyan. Bu hamısı qalır, yəni istifadə olunmayıb. Samsung paltaryan maşındır, istifadə olunmamış. Soyuducudur, istifadə olunmayıb. Buyurun baxın. Mikrovalma peşdə qalır. Bir sözlə Euro remont təmirləndir. Yaxınlığında məktəb, uşaq bağçası, ondan sonra marketlər, Araz market, kondisioner, bahalı kondisionerdir. Bu da qalır, yəni işlənməyib. Daxil oluruq zaldan yataq otağına. Yataq otağı da Euro remont təmirləndir. Bahalı üstür də, bunlar da qalır. Gördüyünüz kimi şkafdır, bu da qalır. Və əlavə olaraq divara yığılmış bu şkaf da qalır. Və hörmətli izləyicilər, onu da izah edeyim ki, ev birinci mərtəbəsinə yerləşməsinə baxmayaraq, əlavə olaraq həyətyanı sahəsi də var. Gördüyünüz kimi, hasarın o biri tərəfindən də marşrutlar keçir. Haradasa həyətə də 2 dənə maşın daxil olur. Hal-hazırda indi həyətə də sizə təqdim edəcəm və zirzəmini də təqdim edəcəm. Özünüz də görəcəksiniz ki, həyət də böyükdür və zirzəmi də quruyur. Bu mənzili tam sizə təsvir etdim. İndi çıxırıq evin çöl tərəfinə, mənzilin həyətinə. Onu da sizə təqdim edirəm. Hörmətli izləyicilər, həyət tərəfdən evin fasadın, mənzilin fasadını göstərirəm sizə. Bax, bura mənzilin bağçasıdır. Bağça bu mənzilə aiddir, yəni əlavə olaraq sürçəni. Bax, bu darvazasıdır, həyətin darvazasıdır. Rahat bura 2 maşın daxil olur. Və bu hissədən sizə bu mənzilin
aşağı hissəsinə, yəni mənzilə aid olan zirzəmiyə daxil oluruq. Zirzəmi də gördüyünüz kimi qupqurudur, ayaq üstü tam gəzə bilərəm bu dəqiqə. O çöldəki bax, üzr istəyirəm, qonşuya aiddir. Özünə aid olan bax buradadır və əlavə olaraq burada demək pitiminutka əvəzinə burada tokla işlənən, yəni cərəyanla işləyən su çəni var, yəni isti su gəlmək üçün. Burada əlavə əşyaların yığılması üçün zirzəmi ancaq bu evə, bu mənzilə aiddir. Hörmətli izləyicilər, bir daha təkrarım, ev yerləşir Biləcəri qəsəbəsinin düz mərkəzində, Dəmiryol Poliklinikasının yanında, yaxınlığında Araz Market, məktəb, bağça, marşrut düz evin 20 metrindən keçir ikisi də. İlkin qiyməti bu evin 120 000 manatdır. Bütün əşyalarla bir yerdə. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.